Salam dəyərli izləyicilər, kanalıma xoş gəldiniz. Bu gün sizlər üçün toyuq ətindən hazırladığım çox dadlı bir kotlet resepti paylaşıram. Lazım olan ərzaqlar 2 ədəd toyuq filesi, 2 orta boy soğan, 2 yumurta, 2 xörək qaşığı xama, 2 xörək qaşığı un və duz istiot zövqə görə əlavə olunur. Əvvəlcə toyuğun sinə ətini gördüyünüz şəkildə xırda-xırda doğrayıram. Əgər vaxtınız varsa əti buzluqda bir qədər saxlayıb bərkidikdən sonra doğraya bilərsiniz. Belə olan halda daha asan olur doğramaq. Əti doğradıqdan sonra qarışdıracağım qabın içərisinə əlavə edirəm və 2 ədəd soğanı da xırda-xırda doğrayıb ətin üzərinə əlavə edirəm. Əti və soğanı gördüyünüz formada xırda-xırda doğradım və qabın içərisinə əlavə etdim. İndi isə üzərinə 2 xörək qaşığı xama, 2 xörək qaşığı un, 2 ədəd yumurta və duz istiot zövqə görə əlavə edib qarışdırıram. Gördüyünüz formada hazırladım. İndi isə öncədən isidilmiş yağda qaşıq-qaşıq əlavə edərək kotletləri qızardıram. Hər iki yüzü qızarana qədər bişirəcəm. Burada sadəcə qaşıqdan istifadə edirəm, əlimi vurmuram. Gördüyünüz kimi yağın içərisinə tökürəm kotletləri və dərhal isti yağda bərkiyir, formasını alır. Qaşıqla da biraz düzəliş edirəm. Çox gözəl alınır. Artıq kotletlərin bir hissəsi bişdi. İndi isə yerdə qalan hissəni də əlavə edirəm. İstifadə etdiyim ərzaqlardan 18-19 ədəd çox gözəl dadlı kotletlər alındı. Hər iki yüzü qızardıqdan sonra isə kotletlərimiz artıq hazırdır. Süfrəyə verə bilərik. Çox asan hazırlanan dadlı bir reseptdir. Hazırlayan hər kəsə əvvəlcədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Əgər bəyəndinizsə kanalıma abunə olmağı unutmayın. Yeni videolarda görüşərik. Sağ olun, sağlıqla qalın.